Salam, hər vaxtınız xeyir olsun. Gəlin keçək indi aşkar mövzu, aşkar operatorların davamını işləməyə. Baxaq 15-ci sualdan qaldığımız yerdən davam edək. 15-ci sualda bizə verib ki, AB hasili kvadratın altında verilən ifadələrə görə yazırıq adətən. AB hasili 10-a bərabər. Buradan qeyd edirəm, AB bərabərdir 10. B-nin qiyməti isə bizdə 5-dir. Əgər B bizdə 5-dirsə, olacaq 5 vurulsun A bərabərdir 10. Deməli, A-nın qiyməti oldu bizə 2. Verilənləri gedək yerinə yazaq. 2 vurulsun 2, üzərinə gəlsin 3 vurulsun 5. Bərabərdir 4, üzərinə gəlsin 15, bərabərdir 19. Cavab oldu B variantı. Daha sonra baxaq 16-cı sualın izahına. 16-cı sualın izahına baxaq, 17 eynisidir. A-nın qiyməti bizə 5-ə bərabərdir. B isə bizdə M-ə bərabərdir. Verilənləri gedək yerinə yazaq, bərabər eləyək 18-ə. Olacaq 3 vurulsun 5, üzərinə gəlsin 2 vurulsun M, çıxılsın 1, bərabərdir 18-ə. Aha, olacaq 15, üzərinə gəlsin 2M, çıxılsın 1, bərabərdir 18. 2M üstə gəl 14 bərabərdir 18, 2M bərabərdir 18-dən 14 çıxsaq, olacaq 4. M-in qiyməti bizdə oldu 2. Cavab oldu B variantı. 17 eynisidir. Gəlin keçək 18-ci sualın izahına. Çox maraqlı bir sualdır. Demək bizdə birinci mötərizənin içindən başlayırıq. A-nın qiyməti 7-dir. Verilənləri gedib yerinə yazsam, alacam 15. Daha sonra həmən nəticəni bir də A-nın yerinə bura 15 yazsaq. Olacaq 15-in kvadratı çıxılsın 25. Bərabərdir. Yəni kvadrat 15-i hesablamaq istəsəm, olacaq 15-in kvadratı çıxılsın 25. 15-in kvadratı biz bilirik ki 125-dir. Daha doğrusu 225 çıxılsın 25. Cavab oldu 200. A variantı. Daha sonra 19 eynisidir, 20 eynisidir, 21 eynidir, 22 eynidir, 23 belə eynidir. Amma 23-də biraz daha başqa formadadır. Gəl izahına baxaq. Yenə mötərizənin içi ilə başlayırıq hesablamağa. Mötərizənin içində verilən ifadə adı olduğu kimi qalacaq. Daha sonra isə bu verilən ifadə A deyirik. Deməli, A kvadratı çıxılsın 7-yə biz bir dənə A desək və verilən nəticəni gəlib burada yerinə yazsaq. A-nın yerinə A kvadratı çıxılsın 7 yazsaq. Olacaqmı A kvadratı? Yəni mötərizənin kvadratı çıxılsın 81 bərabərdir nəyə? 0-a. Müxtəsərdən orta məktəbdən 7-ci siniflərdə belə bir keçmişik də müxtəsərə görə. A kvadratı çıxılsın B kvadratı bərabərdir A çıxaq B, A üstə gəl B. Belə də yaza bilərik. Bir də belə bir başqa növü də var. A kvadratı çıxılsın 7-nin kvadratı bərabərdir 81. 81-i nəyin kvadratı kimi yaza bilərik? A kvadratı çıx 7-nin kvadratı bərabərdir 9-un kvadratına. Onsuz bilirik ki, məntiq mövzusunda mənfi rol oynamır. Daha çox da aşkar operatorlarda. Buna görə kvadratlar getsə, yazacağım ki, A kvadratı çıx 7 bərabərdir 9, A kvadratı bərabərdir 16, A da bərabərdir 4. Deməli, bizdən A-nın qiyməti istəyir. Cavab oldu C variantı. Aha, deməli 24 eyni sualdır. 25 maraqlı bir sual izahına oxşuyur. Gəlin bir yerdə baxaq. 25. Deməli A-nın qiyməti bizə M olaraq veribdir. B çıx 3 isə 3-ə bərabərdir. Buradan qeyd edirəm. A bərabərdir M. Bir də B çıxılsın 3 isə bərabərdir 3-ə. Onda B-nin qiyməti olacaq 6. A bərabərdir M, B isə 6-ya bərabərdir. Aldığımız qiymətləri gedək yerində yazsaq və kvadratı nəyə bərabərdir? Bərabərliyin sağ tərəfi 81 olacaq. Tənlik kimi həll eləsək. Olacaq M üzərinə gəlsin 6-nın mötərizə kvadratı bərabərdir 81. Bayaq həll elədiyimiz kimi M üzərinə gəlsin 6-nın kvadratı bərabərdir 81 isə 9-un kvadratıdır. Daha sonra üslü qüvvətlər yox olsa, olacaq M üstə gəl 6 bərabərdir 9. M-in qiyməti olacaq bizdə -3. Aha. Yəqin böyük ehtimal çap səhvi düşübdür. Çünki nəticəni mənfi aldıq. Daha sonra gedək 26-cı sualın izahına baxsaq.
26. A-nın qiyməti bizdə 4, B-nin qiyməti isə bizdə 12-dir. Gedək qeyd eləsək. Daha sonra bərabərliyin sağına baxırıq bir də. Verilən nəticəni gedək yerinə yazsaq, alacağım A-nın kvadratı, yəni 4-ün kvadratı üzərinə gəlsin 12. 16 üstə gəl 12, 28. 28 nəyə bərabər olmadı? C.3-ə. Yəni A-nın yerinə C yazsaq, olacaq C kvadratı üstə gəl 3 bərabərdir 28. Yəni bu veriləni də bir dəfə burada yerinə yazırıq. Olacaq C kvadratı bərabərdir 25, C-nin qiyməti isə müsbət 5. Cavab oldu D variantı. 27 eyni qaydadır. 28 çox maraqlı sual oxşuyur. Gəlin bir yerdə baxaq, amma eynidir demək olar ki. Bir dəfə bu verilənə görə baxırıq, bir dəfə də bunu. Hər birini ayrıqda hesablamağa çalışırıq. M və 2 veribdir bizə. Yəni deyək ki, M.2-nin aldığı qiymət 1 üçbucaq M-in qiymətinə bərabər olmalıdır. Əgər M.2 veribsə də verilənləri elə üzərinə yazsam, olacaq 2 vurulsun. Bu ulduz işarəsi vurma deməkdir. M üstə gəlinsin 3. Aldıq bu nəticəni. Bir dəfə də 1M yazsaq buradan. Olacaq 1 vurulsun M üstə gəl 8. Deməli bu tənliklər bir-birinə bərabər olmalıdır. Olacaq indi 2M üstə gəl 6 bərabərdir M üstə gəl 8-ə. Daha sonra məlumlar bir tərəfə, məhcullar bir tərəfə. Olacaq M bərabərdir 2. Cavab oldu B variantı. Daha sonra 29-cu sual yenə eyni qaydadır. Bu verilənləri gətirib birincidə, amma nəzərə almayaraq 3A bərabərdir 9 kimi. M-də B-nin qiyməti yerinə yazırıq. Eyni qayda ilə həll olacaq. 30 eynidir. 31. Maraqlı sualdır. Gəlin bir yerdə baxaq. 31. Deməli A-nın qiyməti bizdə 68-dir. B-nin qiyməti isə bizdə 2-dir. Olacaq 68 çıxılsın 2 üstə gəl 2. İkilərimiz islah oldu. Cavab oldu 68. Ya variant. 32 eynidir. 33 eynidir. 34. Gəlin 34-cü sualın izahına baxaq. Demək olar ki, eynidir. Verilən işarə bizdə not işarəsidir. Gedək üzərinə yazaq. 3, 7. Cəmləsək olacaq 3 üzərinə gəlsin 7 bölünsün 2. Bərabərdir 10. 2-yə böldükdə isə 5. Deməli nəticə oldu 5. Bir dəfə də aldığımız 3 və 2-yə görə hesablasaq burada. Olacaq 3 vurulsun, 3 çıxılsın, 2 vur 2. Bərabərdir 3 vurulsun, -1. Yəni nəticə -3 alındı. İndi bilirik ki, yenə dediyim kimi aşkar operatorlarda mənfi ola bilməz. 5, 3 bucaq və 3-ü görə hesablasaq. Olacaq 3 vurulsun, 5 çıxılsın, 2 vurulsun, 3. Bərabərdir